Hə. Custom wrapper klasslarının avantajı budur. Tutaq ki, mənim bir dənə age-im var. Nə, age nədir? Yaşdır da, düzdürmü? İşçinin və yaxud da doğum tarixi var. Düzdürmü? Bu nə baş verir burada? Məsəl üçün işçi doğum tarixi qeyd eləyəndə bu integer tipi olarsa, bu -123 də qeyd eləyə bilər bura, -16 da qeyd eləyə bilər bura, -10.000 də qeyd eləyə bilər, düzdür? Amma yaş biz bilirik ki, mənfi ola bilməz, düzdürmü? Biz ona bəlli bir restriction, yəni məhdudiyyətlər qoyuruq. Məsəl üçün, sıfırdan kiçik ola bilməz. Nə bilim, tutaq ki, 100 ondan böyük ola bilməz. Bu tipli belə deyim də və yaxud da 18-dən kiçik ola bilməz kimi yaş yaşa. İndi yaş bir nümunədir də. Yəni verilən featurelarımıza, hansı ki verilən fieldlərimizə bu məhdudiyyətləri tətbiq eləyə bilirik bu klasslar vasitəsilə. Aydın. Müəllim, üzr hesab edeyim, bir şey deyim. Əslində bu aydın deyə bunda problem yoxdur. Nə anlayım? Sadəcə məsələ bilirsən nədir? Orada yəni biz belə deyim də, onu wrapper class-ın içində konstruktordan məsəl üçün məhdudiyyət qoyuruq, o aydındır. Amma onu əsas klassın içində istifadə edə bilmirik. Məsəl üçün mən klassın içində obyekt yaradıram, dəyəri göndərirəm bura. Run eləyəndə orada xətanı göstərir, verir, vermir. Amma o proqram daxilində yəni nətər onu şey eləmək olar, düz qoşu eləmək olar, o şey yəni aydın deyil. Yox, Mən yox, heç düz qoşu istifadə eləyə eləyə bilmədim. bilirik. İndi bir dənə nümunə yazıb göstər. Gedişatda mən çalışacağam nümunə yazıb dərsin gedişatında göstərəcəm. İstifadə eləyə bilirik bunu. Sən artıq age-i integer tipdə yaratmırsan. Age-i age tipində yaradırsan. Bərabərdə new age yazırsan. O indi nəyə qoymadım o proqramın içində? Yəni mən bilmək eləmədim, yəni belə deyim. Adam yaradıbsan, gedeyim. Adam yaradıbsan, adamı işçi yaradıbsan, işçinin yaşı var, düzdür? İşçinin yaşını, yəni işçi klasın var, düzdür? İşçi klasının içində ad var, soyad var, yaş var. Tamam. Yaş hansı tipdə olacaq? Heç Integer bilmirəm. tipdə. Integer tipdə qoysan, ora mən mənfi dəyər də yaza bilərəm. Sən yaşı yaş tipində qoyursan uje. Yəni age tipində qoyursan. Bunu Siz Bir ataram. dəqiqəlik baxa bilərsiniz. Düzdür, düz bir dənə deyil mənasını. paylaş əli, tamam. Bir də müəllim bir şey sual İçində verim, baxmamışam imkan varsa. Necə? Baxmamışam, bir dənə sual versəm var müəllim. İndi buna qayıdarıq. Burada throw exception kodu axıra qədər yəni davam etdirmir. Da throw exception çıxdığı yerdə kodun sonrakı xəttələri oxunmur da, düzdür yoxsa? Aha, blok edir, düşür catch-a. Try catch bölməsində, bəli, bəli. Yox, track-siz deyirəm müəllim. Yox, sən İstifadə string yazılır. yazıbsansa, sən oje catch də qoy. O try catch-in içində bloka düşsün deyə qoyursan da onu. İndi Yox, burada bax bildirəm true müəllim. verib. Bax, qulaq, bilirəm nə deyirsən sən. True verib. Rəkət Yox. buradadır. Try catch digər çağırdığın yerdə qoyursan onu. Yox, burada bax müəllim şurası. De bu da, deyib qoyub. Yox, buranı demirəm, əvvəlki kodda deyirəm müəllim. Məsələn, 50-dən qaytarırsın tutmusa. Hə, bax burada deyirəm müəllim. Burada yəni kod işləyir, işləyən yerdə də xətanı verir. Amma ondan sonraki xəttələri oxunmur da misal üçün. Aha, bəli, zaten elə olmalıdır da. Amma try catch olsa davam edir də, düzdür. Onu qarışdıram həmişə. Yoxsa Ona görə. baxmadan hə davam edir. Orada sən məqsədvə baxırsan da, mənim məqsədim nədir? İndi Əli burada Aydın. biraz böyük yazıb bunu, yəni email yazıb, number yazıb. İndi bunu Spring-də biz daha geniş keçəcəyik də bu mövzuları. Bu əsas Spring-in mövzusudur. Məsələn, number klassı yazıb orada görürsən, email klassı yazıb. Məsəl üçün o number nə üçündür Əli? Nömrədir də, nömrə məsəl üçün boş Ha, qəbul eləmək olmaz. tamam başa. Ondan sonra Okay. bu aralıqda olmalıdır Ha, falan. aydındır. Tamam. Okay, əla. Əli bunu paylaşarsan bizlə. Oldu. Bir dənə burada istəmişdim belə də bir şey yazım. Bunu alındıranmamışdım. Sən Onu istəyirsən. soruşacaqdım. Vacib deyilsə sonra şey eləyərəm. Tamam, okay. Kim? O qrupda yazarsam cavabın orada link GitHub vasitəsilə verərik, olarmı? Oldu. Okay. Ben de bir şey diyeyim. Buyur, buyur. Da imkan varsa ben paylaşabilirim, bir şey göstermek istedim. Əlbəttə. Başa düşəsiniz istəyirəm əslində kod ekran paylaşım. Bu arada biz qrupları artıq bütün Java qruplarını birləşdirdik. İnşallah növbəti səfərdən dərsimiz 21:00-da başlayacaq. E, yenə də 3 dərs, yəni minimum 3 dərs burada olacaq. Birinci də 40 dəqiqəmizi əsasən suallarımızı falan cavablayıb, ikinci 40 dəqiqəmizdə belə deyim də suallar bitdikdən sonra keçəcək dərsimizə və 2 dərs maksimum 2 dərs sonra da indi bəzi xırda dərslər qalıb. Onları bitirib uje Spring Boot-a başlamalıyıq. Spring deyəndə Spring Boot deməyirik biz buna, Spring-a başlayacağıq. Orada boot var içərisində digərlər var, onları izah edəcəm, Core falan.
Okey, buyur Fuad. Burada da müəllim, baxın bölmək istəmirəm. Məsələn, mən yuxarıda main class-ını yaratmışam da, problem yoxdur orada. Aşağıda da wrapper class-lardan biri age, biri number yaratmışam da, axıra qədər vaxtım olmadı. Hələ ki, bu qədərini edə bildim də. Məsələn, görürəm burada adi age, misal üçün, yaratdım, hə, burada construct içində yoxlamışam. Nəticə verir. Yəni, 18-dən böyüksə dəyər verir, digər halda da exception düşür. Sadəcə bir dənə məsələ var ki, burada mən gəldim bunu yuxarıda, tutaq ki, mən istemiyorum. Məsələn, login sistem sadə bir məntiqlə yanaşanda. Mən bunu nətər istifadə edim, onu başa düşmədim. Mən belə yazanda hə, xətanı run eləyəndə anında verir. Abi. Prosta bunu istifadə etmək biraz alınmır, Yox, nətər niyə yəni. istifadə etmək alımı? Bax yuxarıda bir dənə də sən age yaradıbsan, düzdür? Login sistemi userdir, düzdürmü? User klassı yaratmalısan orada. User klassına verməlisən age, məsəl üçün tutaq ki name, düzdürmü? Name string tipində olacaq, age olacaq, tutaq ki age tipində. Tamam. Artıq age-in içinə data ötürəndə, əgər 18-dən kiçik data ötürərsə, avtomatik olaraq warning age errorunu alacaqsan ki, belə bir element, belə bir şey qoymaq olmaz. Və yaxud da sən orada warning age qoymaya bilərsən. Yaza bilərsən ki, məsəl üçün return, məsəl üçün bir görübsən şeydə logində gözlə mən sənə göstərim. Bir dənə bura bax. Bax indi məncə tam anlayacaqsan. Mən Postman-dan sənə indi bir şey göstərəcəm. Postman bu arada keçəcək biz Postman-da. Bax, Fuad. Mən giriş eləyirəm. Bax, doğru login yazıram. Bax, bu endpoint-dur. PHP-də yazılır. Fərqi yoxdur. Java ilə eyni məntiqlə işləyir. Okay. Bax, PHP-də bir dənə endpoint-um var. Endpoint-da mən tərəfdən gedən belə deyim, request body var və gələn response body var. Bax mən e-mailimlə passwordumu doğru formatda yazanda, bax doğru formada yazanda göndərirəm, mənə cavab okey, əla, super formada keçir. İndi mən belə bir şey yazıram bura. Gəlirəm bu hissəyə, bax passwordunu göndərmirəm indi. Fərz eləyək. Bax keçdim bura, passwordu göndərmir. Daha e-maili göndərmirəm. E-maili göndərməyəndə bax fərqli bir şey qayıdır. Bax bura bax status error qayıtdı. Görsən bax fərqli bir obyekt qayıtdı. Əslində bax bu özü bir obyektdir də. Fikir versən, ötən səfər biz data structure-lar keçmişdik. Map data structure yadındadır. Map data structure-da nə demişdik? Əslində obyekt ekvivalentdir də. JSON özü də nədir? JavaScript object notation, JavaScript obyektidir. Deyirəm ki, statusu error, amma bayaqları statusu nə idi? Bir dənə bayaqkının statusuna baxaq. Status success. Statusu error qayıdıb deyirəm. Okay. Və nə deyirəm? Mesaj olaraq mənə belə bir mesaj qayıdıb. Elektron poçt mütləq göndərilə bilməz. Deyir, elektron poçt boş göndərilə bilməz. Yəni elektron poçtu bu göndərməyib də. Yəni görsən yoxdur, boşdur da elektron poçt. Görürsənmi? Aydındır? Bax görsən belə bir şey qəbul eləyib. Bunu niyə eləyib? Bu formada niyə qoyuruq? Əslində arxada email tipli bir şey var. Elə bir klass var email tipində. Başa düşsən? O emaili yoxlayır. Gəlibmi yoxsa yox? Gəlməyibsə dəyər nədir? Nulldır da, düzdür? Dəyər null olanda biz wrapper klasslarda nə demişdik? Stringlərdə, integerlərdə demişdik, null olanda null qəbul eləyir. Null olanda görürsən, bax bu formada boşluğa ekvivalent götürür bu. Aydındır? Boşluğa ekvivalent götürüb deyib bad request. Mənə deyib sənə bad request gəldi. Yəni request-in pisdir. Pis olaraq bir sorğu gəldi, istək gəldi. Və o mənə artıq catch-in içində bax belə bir data return eləyib. Başa düşdün? İndi səndə worry məsəl üçün şey yazıb, nə yazmışdın? E-mail yazmışdın, amma Spring-də biz bunu artıq anlamlı datalara çevirəcəyik. Də tutaq ki, elektron poçtu @ olmalıdır. Elektron poçtda domen adı qeyd edilməlidir. Password kiçikdən, məsəl üçün 18-dən az simvol olmamalıdır. Kimi elə bir restrictionlar yazırıq. Biz prosta ötən səfər wrapper klassları keçəndə üstündən kiçik keçdik. Dediyə bu Spring-də keçəcəyi davamın. Bax Spring-də bu anlamlı hissəyə çevriləcək də, başa düşdün? İndi belə deyim də müəllim, düzdür, çox vaxtım olmayıb kodu fikirləşməyə. İndi gələn dərs üçün yoxlayıram bir də. Sual olsa verirəm. Belə Tamam. praktik tərəfini də görmək lazımdırsa ona görə. Okay. Bunun praktik tərəfini görəcəksən sən şeydə, o belə deyim də Spring-də. Okay? Hə, belə başa düşdüm, problem deyil, amma yenə də kodda yoxlayıram da mən. Allah. Ayşən xanım sizdə? Ayşən xanım, sualınız varmı sizin? Xeyr. Okay. Deməli bizdə Vahid bəylə Səmra xanım da qoşulub dərsə, digər hansı ki ikinci Java qrupundandır. Biz artıq elə bu heyət olacağıq əksər bütün dərslərdə.
Zamanla mən çalışacağam ki, praktik dərslərə keçsə, dərslərin sayını artırmağa çalışacağam ki, yəni belə deyim də, çoxlu vaxtımız olsun ki, praktika eləməyə. Qrupları mən birləşdirəcəm dərsdən sonra. Ümumiyyətlə çalışın nə suallar varsa, məsəl üçün ötən səfər Fuad çox maraqlı sual vermişdi. Suallarınızı qrupdan səsləndirin, əgər şəxsi sual deyilsə, yəni çəkinmədən filan ki, o sualları və mən cavablayanda mütləq o cavabları dinləyib not alın. Ötən səfər Fuad çox mükəmməl suallar vermişdi. Hələ mən onun bəzilərini forward eləmişəm, bəziləri qalıb. Məsələn, Əli də çox maraqlı suallar verib. Ayşən xanım özü də, məsəl üçün Vahidin verdiyi maraqlı suallar var, Səmrə xanım da. Yəni mən ona görə qrupları birləşdirəcəm ki, sualları görün. Yəni qrup birləşəndə də şəxsidən belə deyim, yazıb o izolyasiya eləməyin də özünüzü. Plusdakı networking çox önəmlidir. Sabahları biriniz gedəcəksiniz bir şirkətə, buradan tanışlığınız sizə məsəl üçün digərlərinə referans verməyə yəni şərait yaradacaq. Mən məsələn özümdən bilirəm ki, mən bu günə qədər heç bir iş yerinə CV atıb qəbul olmamışam. Yəni bunu necə eləmişik? Çox bəsit. Getmişəm hansısa bir yoldaş və ya tanıdığım heç dəxlisiz, məsələn hansısa tədbirdə tanış olmuşam, o referans verib, yəni networkinizi çalışın genişləndirin ətrafınıza. İndi belə bu formada formalaşır. Məsələn sabahları sizin hərəniz bir şirkətdə işləyəcəksiniz də. Yəni çalışın əlaqələri saxlayın ki, bir-birinizlə. Bu sizə çox geniş iş imkanları, qapılar, layihələr açacaq. Mən də çalışacağam ki, hələ sizi sonra bizim digər community-yə qoşacağam bu qrupu ki, belə deyim də, oradan insanlarla tanış olasınız. Məsələn, meetuplara, görüşlərə çalışacağam ki, çağırım ki, iştirak eləyəsiniz. Oldumu? Yəni biraz sosiallaşmağa çalışın. Ən azından öz aranızda sual veriblər. Tutaq ki, mən cavablaya bilməmişəmsə, vaxt yoxsa, bilənlər mütləq cavablasın. Və yaxud da öz fikrinizi deyin. Bilməsəz belə fikrinizi deyin. Məncə bu belədir. Orada yəni çəkinəsə, qorxası heç nə yoxdur. Oldumu? Okay? Bu aydındır müəllim. Bir dənə şey Aynen. deyim. Buyur. Mən işləyirəm, yəni qəfil çıxası olsam mənə gözləmirəm məlumat Tamam, olur. problem yoxdur. İnşallah olmaz, amma problem yoxdur, narahat olma. İnşallah. Okay. Paylaşaq başlayaq. Deməli, nə edirik biz? Tak, bunu belə elədik. Buradan gəlirik. Nested classlar, next yuxarı gedirik. Mən 2 yazıram bunun adına. Bilmirəm adı nədir. Çünki qarışıqlı mövzularımız bu günlər əsasən nested klasslardan başlayıb string builderlər və sair avantajları, dezavantajları və irəliləməyi planlayıram. Sonra garbage kollektorun növü və sair. Düzdür, bunlar asan mövzulardır, amma deyilməlidir. İntervyuda soruşulan. Bu arada dediyim mövzularda mütləq özünüzdə not alın. İntervyuda mütləq soruşulacaq. O wrapper klasslar arasında o müqayisələr falan var idi. Yadınızdadır 127, mənfi 127, 128 falan. Mən Evet. səmimiliklə deyirəm ki, əgər normal bir şirkətə getsəz, qarşınıza çıxan adam olsa onu soruşacaq. Yəni mütləq buna diqqət eləyin. Bir də çalışın alqoritmik bacarıqlarınızı artırasınız. Yəni not da mütləq alın. Sout verək, salam dünya, run eləyək. Okey, işlədi. Mentorumuz da qoşuldu. Aha, salam dünya. Okey, işləyir. Başlayaq. Ötən səfər wrapper klassları keçmişdik. Dedik wrapper klasslar nədir? Stack yaddaşda olan dəyişənləri heap yaddaşda saxlamaq üçün istifadə etdiyimiz bir klass növüdür, düzdürmü? Və digər klasslardan xüsusilə fərqlənmir. Əksərən referans tiplərin, mənim ekranımı görürsünüz də yəqin ki. Görürsünüz mü? Aynen. Aha. Evet. Əsasən də referans tiplərin nə idi? Böyük hərflə, daha doğrusu primitiv tiplərin wrapper klassları onların böyük hərflə yazılışı olur. Əksərən bunlardan istifadə edirik. Bizə verdiyi avantajlar var, müsbət tərəflər var. Biz özümüz də istəsək custom wrapper klassları yaza bilirik. Hansı ki, bunun ən qəşəng nümunəsini Əli yazmışdı. Bəyəndim. Əli onu mütləq o kodu bizlə paylaşırsan. Okeymi? İndi gəldik çatdıq nəyə? Nested klasslara. Nested klasslar nədir?
Qorxulu heç nə yoxdur. Baxın, wrapper klasslarda necə qorxulu heç nə yox idi. Yəni adı sadəcə fərqlidir. Yəni bir də ki, biz necə bəzən termindən qorxmayın. Yəni bir termin görəndə sıraza araşdırın. Bu nədir? Mütləq ki, onu siz bilirsiniz. Sadəcə bir şey var ki, mən keçirilən dərsin həcminə uyğun deyirəm, ha. Sadəcə bir nədir? Məsəl üçün bir şeyi müəyyən stildə yazırlar. Əsasən də dizayn patternlarda falan olur da, singleton, repository design pattern, nə bilim, bunun fərqli-fərqli dizayn patternlər var da. Bu nədir? Baxırsan ki, folderların düzülüşü fərqlidir. Yəni burada qeyri-adi heç nə yoxdur. Yəni bu sizi qorxutmasın. Nested klasslarda bunun kimidir. İç-içə klass anlamına gəlir. Aydındır? Yəni mənim bir klassım var, onun içindəki hər hansı bir property özü bir klassdır. Klassın içinə klass qoymuşam. Misal üçün. Aydındır? Okeymi? Bunun özünün təbii ki, müsbət tərəfləri var, avantajları var. Əsasən istifadə olunur nested klasslarda kodları tam izolyasiya eləmək üçün istifadə olunur. Hətta ötən səfər dedim, wrapper klasslar dedim, şeydə bu age olur, nə bilim, email olur və s. Bunlar əksər halda nested class şəklində yazılır. Məsəl üçün mən bir dənə tutaq ki, user yaratmışam. Userin email üçün bir dənə nested class yazıram və yaxud da userin age üçün bir dənə nested class yazıram. Yəni həmin o ötən səfər keçdiyimiz wrapperları nested formada yazıram. Yəni daxilində iç-içə yazıram. Okay? Nested klassların əsasən avantajı dedik nədir? Strukturu qoruyub saxlamaq üçün. Yəni izolyasiyanı tam etmək üçün. Qıraqdan əlçatanlığı məhdudlaşdırmaq üçün istifadə olunur. Əsasən iki növü var. Statik, non-statik. Statik nested klasslar statik dəyişənlər kimi obyektə bağlı olmurlar. Statik açar vasitəsilə təyin olunurlar. Ümumiyyətlə baxın burada mən bir şey eləyim. Bunun adını main olaraq qoyuram. Əksər halda bu praktikada bu cür adlandırılır da. Bunu main eləməyəcəm. Yeni bir dənə klass yaradım. Yeni klass. Other deyirlər əksər halda. Çünki sizi də bu çaşdıra bilər. Deyir ki, məsəl üçün nested klassla other klass arasındakı asılılıq necədir? Adlandırmanı indidən qoyacağam. Buradakı main əslində dəysəm görəsən götürər bu. Götürməsə də biz bunun adını dəyişməliyik. Adı necə dəyişirdik? Buradan refactoring eləyirdik də səhv eləmirəmsə. Bəli, refaktor sonra rename. Hardasa buralarda bir yerdir də. Yuxarı çıxan, yuxarı. Hə, deyə burada Yəni refactor. orada rename. Bəzən primitiv şeyləri mən özüm də unuduram. Okey. Sən bu günləri Ayşən xanımın bir taskında ilişib qalmışdım. Nədir? Spring çoxdandır birinci proyekt, sıfırdan proyekt çox az halda yaradılır şirkətlərdə falan da. Məsələn, unudub qalmışam. Kiçik bir yerdə ilişmişdik testlər hissəsində. İndi nə etdik? Other klassım var. Bu arada bunun main-dən heç bir fərqi yoxdur. Yəni bu sizi çaşdırmasın, bu nədir, nə işə yarayır falan. Mənim bir dənə other klassım var. Bunun içərisində gəlirəm, mən bir dənə statik dəyişən yaradıram. Statik dəyişənlər necə yaradılır? Statik A, tutaq ki, integer və yaxud da int və yaxud da integer A bərabərdir 10. Okey, misal nümunə olaraq. İndi mən istəyirəm ki, bunun içərisində bir dənə klassım, bir dənə belə deyim də klassım olacaq və bu klassım sırf A-nın üzərində müəyyən əməliyyatlar aparacaq və bu nested klass adlanacaq və bu cür təyin olunacaq. Static class, okey. Buna deyirlər other çöldəki də, yəni mənasına gəlirsə, bu da bu formada olur. Inner deyirik də buna. Inner. Yəni daxildəki klass mənasına gəlir. Statik qoyanda klassın qabağına bilirsiniz də nə olurdu? Biz bunu keçmişdik də, yadınızdadır. Final qoyanda nə olurdu? Statik qoyanda nə olurdu? Düzdür, statiki biz çöldə istifadə eləmirdik əksər halda, amma burada yəni bu statiklə bu statik arasında elə də böyük fərq yoxdur. Yəni elə də böyük fərq yoxdur, demək olar ki, fərq yoxdur. Sadəcə belə bir şey var da, statik yazmasam bunun obyektinə bağlı olur. Statik yazsam nə olur? Bunun belə deyim də, birbaşa klassın özünə bağlı olur. Aydındır? Okeymi? Nə etdim? Dedim ki, static inner klassdır. Bunun içərisinə gəlib istədiyim kimi metodları yığa bilərəm, istədiyim əməliyyatları apara bilərəm. Məsəl üçün gəlib nə edək? Void tipdə heç yormayaq özümüzü. Default tipdədir. Show
metodu yaradaq, A-nı verək ekrana. Yəni bunun author klassının A-sını ekrana yazdırmaq istəyirəm. Nə edirəm? Show, bura gəlirəm, deyirəm ki, nested class. Tutaq ki, bu da A. A-da yuxarıdan götürəcək də. Okey mi? Run elədik. İndi belə eləyək. Bu mainə hələ ki ehtiyacım yoxdur. Ona görə bunu buradan silirəm. Bu mənim other klassımdır. Burada main klassımı da yaradıb. Main klassının içərisindən çağıraq görək özünü necə aparır. Main. Bura nə deyirdik? Main. Məsəl üçün, mən bu yazılış yadımdan çıxmışdı bir müddət. Public, static. Elə birbaşa main yazıb enter vururuq. Bu sizin də başınıza gələcək. Görəcəksiniz ki, məsələn, fundamental şey yaddan çıxıb. Nə edirəm? Mən indi bu other klassın içərisindəki inner klassdan bir obyekt təyin eləmək istəyirəm. Necə eləyirəm? Yazıram ki, mənim nə var burada? Other klassım nöqtə inner klassım tipində, baxın, other'ın içindəki inner tipində bir dənə obyekt olsun. Bərabər olsun nəyə? New. Baxın, şeyə oxşayır bu. Paketlərə oxşayır. Fikir verirsiniz? Paketlər yadınızdadır da yəqin ki. Paketlər yadınızdadır. Fuat, paket yadındadır. Bəli. Yad. Amma paketlərdə də nöqtə ilə gedib çatırdıq. Bu da onun kimi. Və yaxud da şey, sort. Baxın, system out print line. Baxın, buradakına. Bir dənə fikir verin. Other nöqtə inner. System out. Yəni zəncirvari bir-birinə bağlayıb. Sistem çox böyük ehtimal bir paketin adıdır. Yox, deyək klassdır. Deyək bunun içində də çox böyük ehtimal out deyilən bir Ctrl F out. Burada 82-dən tapıldı. Necə bu 82-dən içindən tap gör. Şimdi nədir? Mən orada yuxarıda elə bir verilmişdi, axı nulla bərabərləmişdi. O property'dir. Onun aşağıda təyinatı var. Gördüm onu. Prosta onun aşağıda təyin olunduğu yer olmalıdır bir yerdə. Prosta onu tapmaq lazımdır. Əslində məntiq olaraq və buradakı kimidir. Yəni system out buradakı kimidir. Neynədik? İndi bu metodlarını da göstərəcəm birazdan. Gəlin belə eləyək, çağıraq obyektin, bunun özünün də içində nə var? Show metodu var da, show metodu run eləyək görə işləyirmi? Nested class 100. Fikir verirsiniz? Nested class 100. Bu neynədir? Getdi həmən o elementi oxudu, çıxartdı, gətirdi ekrana. Aydındır mı? Nested classların təyin edilmiş üsulu bu. İndi birazdan deyəcəm, niyə istifadə olunur, nə cür istifadə. Təbii ki, praktik olaraq çox geniş girə bilməyəcəyik içinə. Yenə də dediyim kimi, biz ki, yavaş və Spring-ə hazırlaşırıq da, yəni bu sintaksislərlə. Dediyim kimi, wrapper klassların, məsəl üçün, kontrollerləriniz olacaq sizin, kredit kontrolleri. Kredit kontrolleri içərisində başlayacaq sizin userləriniz olacaq. Məsələn, finansdır. Finansın içində tutaq ki, kreditorlar var. Kreditorlar bölünür öz içərisində. Nə VIP kreditorlar, bölünür öz içərisində, nə bilim, digər kreditorlara. Baxın, bu formada biz onları ayıra bilirik istəsək. Yəni, klass içində klass təyin eləyərək. Artıq bu inner class sırf bu outer klassın, yəni baxın, bu klassın içərisindən gedib əl çatan olur. Yəni, qıraqdan biz bunu götürüb istifadə eləyə bilmirik. Aydındırmı? Bunu istəsək müəyyən qaydalara əməl etməsinə məcbur eləyə bilərik. İstəsək başqa xüsusiyyətlərə, funksionallıqlar apara bilərik bunun içərisində. Aydındır? Okey mi? Bunun adını qoyaq. Deməli, bunu yerləşdirdik. Bu oldu nə? Other klassımın içərisindəki statik olan. İkincisi isə gəlir nə? Non-statik. Yəni statik olmayanlar. Deməli, bunun üçün də nə edirik? Bu arada bir dənə bir şey deyim. Gəlirəm bura. Bir dənə dəyişən yaradaq. Private tutaq ki, private eləməyək bunu. Adi dəyişən yaradıram. Integer B yaradıram. Bərabərdir 5. Integer B yaradıram və bura gəlirəm. Belə bir şey yazıram. Sort. Tutaq ki, yazıram. Static. Bunun qarşısına static sözünü də yazım. Birazdan çünki digərində görəcəyik. Static, nested, class. İndi bir dənə bir şey deyim sizə. Mən burada
Baxın bunun içərisində B-ni ekrana versəm nə baş verər? Bu daha doğrusu nə baş verər? Error Verməyəcək. biz orada. Niyə error çıxar? Əli izah elə. Niyə bu error çıxdı? Statikin içindədir çünki. O bir Aha, statik yəni deyil. nə verir bu bizə? Yəni nə baş verir orada? Obyektin yaradılmalıdır. Obyekt yaradılmalıdır ki, nə olsun? Cümləvi bütöv qur. Bax sən mənə intervyuda belə cavab versən, mən deyərəm ki, bu sadəcə əzbərləyib. Amma mən bilirəm sən bunu izah eləyə bilərsən. Tamam. Obyekt yaradılmalıdır ki, nə olsun? Yəni obyekt yaradılmalı desəni, mən anlamıram. Niyə obyekt yaradım? Fikrimi tam izah elə mənə. Mhm. Digəri statik olanlar klassa aid olur deyə onlara avtomatik çatmaq olur, amma o int B-yə çatmaq üçün obyekt yaradılmalıdır. Vəsə, yəni bunlar nə tiplər gedir? Instance tiplər gedir. Instance Aydındır mı? var. Okay. İndi mən bir şey deyim. Bu integerin qarşısına heç nə yazılmayıb. Ayşən xanım, bunun Hə. tipi nədir? Public, private, default, protected. Bu hansı tipdədir? Default. Default, bəli. Default tipdir və default tipində özünə məxsus xüsusiyyətləri var da. Bir dənə Fuadla keçək. Mən prosta bu mövzular önəmli mövzulardır. Fuad, bizim bunlara biz nə deyirdik? Yadımdan çıxdı. Public, private, unutdum şeyi. Access Access modifierlər. modifierlər. Access modifierlər. Access modifierlərin avantajları belə deyim də, əsas xüsusiyyətlərini saya bilərsən. Public nədir, private nədir, default nədir, protected nədir? Şey deməlim, access modifierlər əlçatanlığı tənzimləyir. Publikə hər bir yerdən əl çatmaq mümkündür. Private-a yalnız həmin klass daxilində əl çatır. Default-a yalnız paket daxilində əl çatır. Digər paketdən əl çatmaq mümkün deyil. Yəni hansısa bir klassından digər paketin. Protected-da isə həm həmin paket daxilindəki bütün klasslarda əl çatır. Digər paketin klassında da yalnız həmin klassdan varis alanda əl çatır. Belə deyim. Qısa və konkret. Bax, intervyuda bu cür cavab versən, mən səndən icra tuta bilmərəm. Yəni ki, qısa və konkret. Bu nədir? Mövzuya hakimsən deməkdir. Okeymi? Əla. İndi nə edirik? Əlin də vurğuladığı kimi mən buna icazə vermir mənə. Mən indi istəyirəm ki, tamam, onda beynin də üzərində əməliyyatlar aparım. Mən burada A-nı ekrana yazmağım o deməkdir ki, mən artıq A-nın üzərində əməliyyatlar da apara bilərəm də. Daha onu geniş-geniş yazmıram, çünki vaxtı çatanda yazırıq. İndi mövzunun adını deyək, əsas skeletin izah eləyə keçək ki, mən onu Spring-də əsas göstərəcəkdə. Məsəl üçün mənim burada bir dənə age varımdı. Bayaq dediyim kimi age-ə burada qaydalar tətbiq eləyirik və yaxud da başqa funksionallıqlar tətbiq eləyirik. Aydındır mı? İndi mən istəyirəm ki, B-nin üzərində də əməliyyat aparım. B-də default tipdədir bildiyimiz kimi. B-ni nə edirəm? Şimdi mən gəlirəm non-static dənə klass təyin eləyirəm. Yazıram ki, amma bu da inner klass olacaq. Yəni içəridən olacağı üçün də mən nə edirəm? Daxildən əl çatan eləyirəm də bunu. Deməli nə yazıram? Class inner. Buna yazıram non-static. Buna da yazalım da statik deyil. Onda buna statik yazdıqsa, buna da statik, buna da statik yazmalıyıq. Nəyi qaçırtdıq? Məncə heç nəyi qaçırtmadıq. Komment alsaq. Görək bir dənə run eləyək. Bu arada bir şey demiş olalım. Proqramlaşdırmanın qızıl qaydası. Köhnə işləyən kodunuzun üstünə nəsə yazsaz belə mütləq run eləyib yoxlamanı, yəni test eləməyə vərdiş yaradın özünüzdə. Bu günümüz proqramçılarının ən böyük problemidir. Kodu yazır elə bilir ki, elə işləyəcək. Yəni sən buranı ya, mən buranı yazmışdım da, düzdür? Sizcə niyə qayıdıb onu təzədən yoxladım? Elə buradan yoluma davam eləyərdim də, halbuki bu göstərmirdi. Biz nə olur? Gəlirəm burada bir dənə xəta alıram. Başlayıram beynimdə sual qalmağa. Görəsən xəta burdadırmı, burdadır? Axı mən dəyişdirdim. Ona görə dəyişdirdiyin yeri gəlib bir də test eləməlisən. Nə olur olsun. Bu sabahlar iş yerlərində də baxın, iş yerində də sizdən keçmişə doğru indi solid prinsipləri keçəcək də biz. S, O, L idi. Nə? Bu 5 dənə əsas prinsipdir. Birincisi və ikincisi çox əhəmilidir burada. Single responsibility, open close. Digərləri interfeyslərində Liskov və sair məsələlər var. İndi onları detallı izah edəcəm. Amma məsələ nədir? Solid prinsiplərinə əsasən siz kod yazırsınızsa, keçmişə gedib update eləyə bilməzsiniz. Yəni mənim əslində burada bunun adını dəyişməyim prinsip olaraq yanlışdır. Solid prinsipinin open close-u pozur. Yəni mən bunu yazdımsa,
testini apardımsa, aparıb dəyişdirə bilmərəm bunu. Open close mənə bunu deyir. Amma ki, bir dənə situasiya var burada ki, mən indi prosta bu test üçün göstərirəm deyə də həm sürətlidir, həm fikirləşmirəm, eləmirəm, yəni birbaşa yazıram. Amma bir şey var. Lap dəyişsən belə bütün struktur başdan test edilməlidir. Yəni dəyişiklik edibsən. Fərz eləyək, düzdür? Amma bütün struktur başdan bir-bir test edilməlidir. Yəni bunu sabahlar iş yerində test eləməsəz, məsəl üçün bu günləri Rübabə xanım bizlə eyni yerdə işləyir də, sizin mentorunuz, hansı ki, o tez-tez qarşılaşır, görür də komandada qarşılaşılan problemi ki, məsəl üçün adam API verib, backend developerdir, API verib, görür ki, məsəl üçün gəlir ki, məsəl API-dan cavab gəlmir. Niyə gəlmir? Çünki adam köhnə təzə API cavab qaytarır, amma köhnəki məsəl cavab vermir. Niyə? Çünki nə isə dəyişib gedib təzə məsəl əvvəlkin test eləməyib. Ona görə solid prinsiplərin gözləyirik. Solid prinsiplərin detallı izah eləyəcəm. Amma ki, məsələ nədir? Lap dəyişiklik eləsək belə başdan bir-bir yoxlayırıq. Bütün кейsləri, test кейsləri bir-bir yoxlamamız lazımdır. Davam edək. Bu arada bu dediyim sözlərdə, yəni bu söz kimi qalmasın da, bunu özünüzdə mütləq not alın. Yəni mən bu günləri sizə sintaks öyrətməyimdən daha vacib bunlardır. Yəni gedib iş yerində o necə deyim, o işıq görmüş dovşan kimi qalmayın da. Yəni orada fərqli olur situasiya. Biraz vəhşidir mühit. Hər kəs öz üstündən problemi atmaq istəyir. Yəni orada da adətən belə olur. Təzə gələni həmişə əgər savadı az aşağıdırsa, təcrübəsi aşağıdırsa, yəni biliyi azdısa, avtomatik olaraq həmişə günahkar. Bir də onda alır ki, mən hər şeyi əslində düz edirəm, prosto vaxtında tələb eləyə bilməmişəm bəzi şeylər. Ona görə bu mövzuda biraz diqqətli olun. Void yenə də bunun da shows olsun, nə bilim test olsun, indi adına nə deyirəmsə deyim, test deyə bir metodu var və buna da shout deyirəm. Yəni mən bunu oxuya bildimsə dəyişdirə də bilərəm mənasına gəlir də bu. Aydındır? Nə deyirəm? Non-static class və bunu da belə eləyirik. Buradan da plusu vururuq B. B-nin qiymətini artıq mən buradan oxuya bilirəm. Keçirəm bu bir hissəyə. Artıq mən bunun üzərində əməliyyat apararkən nə etməliyəm? Gəlib buradakı kimi bir əməliyyat apara bilmərəm. Mən burada nə etdim? Obyekt yaratdım. Buna deyək nə? Obyekt statik. Obyekt statik. Düzdür. Run elədik. İşlədi statik. İndi mən istəyirəm ki, non-statik bir obyekt yaradım. Non-statik obyekt, okey, burada bunu elə kopyalayıram. Fərz edək, elə elədiyim səhv burada baş verir. Bunu kopyalayıram. Yazıram ki, obyekt non-statik. Non-statik. Buradan da bunu kopyalayıram. Atıram bura. Bunu da buradan deyirəm ki, nə? Other klassının içərisindəki inner non-statikdən tipində bir dəyişən yarat, dedi tanımıram, xətanı verdi. Dedim ki, other'ın içərisindəki inner non-statikdən mənə dəyəri ötür. Görürsüz? Yuxarıdakı ilə eyni yazmışam. Sadəcə olaraq deyir ki, mən tanımıram. Niyə tanımıram deyir? Vahid niyə tanımıram deyir? Vahid cavab verə bilərsən, niyə tanımıram deyir? Bəli. Aha, necə? Bizə deyir, internet məndə zəifdir, səssiz gedir, gəlir. Bax, məsələ nədir? Mən burada obyekt yarada bildim. Dedim ki, adorun içindəki inner statik tipində bir dənə obyekt statik dəyişəni yarat. New obyekt statik elə bunu. Okay? Və bu da obyekt statikin showsunu çağır. Tamam? Yəni bax mən bu tipdə bir dəyişən yaratdım. İndi mən istəyirəm ki, bu tipdə bir dəyişən yaradım. Amma bu non-statik bir klassdır da, amma nested klassdır. Yəni other klassının içindədir. Burada nə baş verir? Dedim other klassının içərisindəki inner non-statik tipində bir dənə obyekt yarat. Və buna da nədir? Denən inner other'ın içərisindəki inner non-statik. Bu mənə deyir ki, error var. Deyir ki, mən bunu tanıya bilmirəm. Niyə deyir tanıya bilmirəm? Kim deyər? Kim deyə bilərsə əlini qaldıra bilər və yaxud da orada şey var da, Zoom-da işarə var və yaxud da şey eləyə bilər. Adı fərqlidir axı. Şou çağırmaq istəyirsən yoxsa? Adı yox, düz deyirsən, bunu qəbul edirlər. Test düzdür. Bu diqqət əla, super. Amma yenə də xəta var burada. Deyir ki, mən bunu tanıya bilmirəm. Bu dəfə tanıya bilmirəm. Çünki müəllim, klassdan obyekt yaradıb, obyektin vasitəsilə çağırmaq lazımdır.
Aha. Statik olmadığı üçün də belə deyil. Class Statik statik deyil. olmadığı üçün. Doğrudur. Statik olmadığı üçün Fuad dediyi kimi. Yəni mən bunu tanımaq istəyirəmsə, mən ilk olaraq other-ın tipində bir obyekt yaratmalıyam ki, other tipində bərabərdir new other tipində mən bir klass yaratmalıyam ki, bunun non-statik dəyişənləri, yəni nə? Instance tipli property, instance tipli necə deyirlər ona? Propertyləri və yaxud da instance tipli funksionallıqları işə düşsün. Okay? O artıq mən bunu yaradanda bu instance tipli funksionallıqlar işə düşəcək ki, düşdü. Sonra nə edirəm? Gəlirəm bura nə deyirəm? Bura deyirəm ki, artıq other-ın içərisindəki elementi burada da bax, buradan bax belə eləyirəm. Other-ın içərisindəki inner non-statik tipində bir obyekt yarat, amma hardan? Bu obyektdən, bax bu obyektdən, other obyektindən. Other obyektindən neyinə? Bura deməli bunu belə eləyək bir dəqiqə. İçi bu daxildədir axı, buranı proje dəyişəcək də. Deyirəm ki, other obyektindən nöqtə new elə, bax burada bax diqqət elədiyimiz yer buradır. Inner non-statik. Bax bu cür çağırılır. Yəni statik olmayanlar bu cür çağırılır. Bax burada new-nu gedib obyektin içindən götürürük. Amma burada new-nu gör hardan veririk. Daha doğrusu burada new açar sözündən sonra statik olan klası veririk ki, get onu çağır, düzdür? Amma burada nə deyirəm? Deyirəm ki, sən gir bunun içinə. Yəni bax bunun içinə deyək də, yəni bu əslində bunun referansını saxlayır da. Deyirəm gir bunun içinə. Bunun içindən new-nu çağır, mənə bax bunu gətir. Bax, non-statik bu cür eləyir. Elə bir deyirəm gir bu klassın içinə, other klassının içinə. Other klassının içərisindən inner non-statiki mənə yarat ver. Aydındır? Okay? Sual var burada. Aynen. Arasındakı statiklə non-statikin arasındakı əsas fərqlərdən biri də budur. New birincidə qlobaldan çağırılır, çünki statiklər biz bilirik ki, qlobala düşür, amma non-statiklərdə nədir? Gedir, girir other klassın içindən new-nu çağırır. Çünki bu bunun içindədir axı. Düzdürmü? Doğrudur. Bəli. Və belə eləyəndə də nə deyir? Deyir non-static class 5. Deyir bu klass bunu gətirir də elə bir. Bu metod işə düşür və bizə nəticəni qaytarır.